Hörmətli sədarət, hörmətli qonaqlar, dəyərli millət vəkilləri, əziz həmkarlar, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun adından sizin hər birinizi salamlayır və Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə Türk dünyasının mədəni kodları simpoziumunda sizi görməkdən öz məmnunluğumu bildirirəm. 2024-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev andismə mərasimində qeyd etdi ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Əslində, bugün Türk dünyasını birləşdirən iki zirvə, Aşıq Ələsgər və Üzeyir Hacıbəyliyə həsr olunmuş bu konferans, həmin çağırışın, həmin proqram təqdimatın, həmin proqramda qoyulan tələblərin, çağırışların məncə ən yaxşı icralarından biridir. Və bugün burada Türk xalqlarının, Türk dövlətlərinin müxtəlif hər bir ölkəsindən İsam əlimdə qeyd elədiyi kimi Qazaxıstandan, Qırğızstandan, Özbəkistandan və eyni zamanda Gürcüstandan da bizim qonaqlarımız iştirak eləyir. Və bu simpoziumun ən mühüm dəyəri, ən mühüm əhəmiyyəti təkcə elmi, mədəni, mənəvi yox, həm də bir strateji əhəmiyyəti var ki, bu 21-ci əsrin bu reallığında qloballaşmanın etnik, milli dəyərlərə ciddi təhlükələr yaratdığı belə bir məqamda biz öz etnik, milli dəyərlərimizə sahib çıxmağı və rəqəmsal dünyaya, qloballaşan virtual dünyaya öz dəyərləri ilə bir yerdə addımlamağı düşünürük. Və bu dünya palitrasında, bu rəngarəng dünya xəritəsində o xalqlar yaşayacaq ki, onlar öz dəyərləri ilə ora inteqrasiya olunacaqlar və bu dəyərləri yaşadacaqlar. Və bu kontekstdə mən Türk Mədəniyyəti İrsi Fondu tərəfindən görülən işlər, xüsusilə də folklorun qorunması, ayrı-ayrı Türk xalqlarının folklor irsinin qorunub gələcək nəsillərə, həm də rəqəmsal irs kimi çatdırılmasını bu addımı yüksək qiymətləndirir və dəyərləndirirəm. Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə gedən yol sadə, birbaşa mənada anlaşılmamalıdır. Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə gedən yol Türk etnomədəni kimliyini, etnomədəni semiosferasında olan görüşdür. Onlar məhz həmin o semiosferada görüşürlər. Bir tərəfdən aşıq yaradıcılığı, səslə, sözlə, bədii sözlə, səslə, sazla, havayla, havazatla səsləşən aşıq yaradıcılığı, bir tərəfdən də aşıq yaradıcılığına söykənən milli musiqimiz, onun peşəkar, profesional hissəsi olan məhz Üzeyir Hacıbəyli tərəfindən ilk dəfə peşəkar şəkildə təqdim olunan hissəsi. Məhz düşünürük ki, Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə gedən yol məhz bu yoldur. Aşıq yaradıcılığı bir tərəfdən şifahi ənillərlə bağlıdır. Lakin aşıq yaradıcılığı təkcə şifahi ənillərə deyil, eyni zamanda o bir yazılı ədəbiyyatla, yazılı mədəniyyətlə arada bir körpü rolunu oynayan bir yaradıcılıqdır. Bu mənada aşıq yaradıcılığının Türk dünyasında zirvələrindən biri olan Aşıq Ələsgərə həsr olunmuş bu tədbir, eyni zamanda Aşıq Ələsgərə həsr olunmuş bu tədbir, həm də elə aşıq yaradıcılığının, orada olan, mövcud olan milli, etnik, mədəni kodların dəyərləndirilməsi, yenidən 21-ci əsrin baxışı kontekstində tədqiq olunmasına bir şərait yaradır, bir imkan yaradır. Üzeyir Hacıbəyli təkcə peşəkar musiqişünas alim, təkcə ilk operanın yaradıcısı deyil. Üzeyir Hacıbəyli həm də İsam Əlimin də qeyd etdiyi kimi aşıq musiqisini, folkloru, xalq yaddaşını dərindən bilən, elmi tədqiqat nəticəsində dərk edən, anlayan bir mütəfəkkir idi və təsadüfi deyildi ki, aşıq yaradıcılıq Üzeyir Hacıbəyli istər operalarında, təkcə muğamla bərabər, həm də aşıq yaradıcılığından da istifadə edirdi və onun özünün konkret aşıq yaradıcılığına münasibəti vardı və qeyd edirdi ki, mən Koroğlunu yazarkən əsasən aşıq musiqisinə, aşıq sənətinə üstünlük vermişəm. Düşünürəm ki, bu kontekstdə, bu aspektdən baxanda biz Aşıq Ələsgərlə Üzeyir Hacıbəylini birləşdirən sazı, musiqini daha yaxşı anlayırıq. Mən bir folklorşünas kimi burada bir aşıqların istifadə elədiyi bir ifadəni demək istəyirəm. Aşıqlar deyir ki, əllə desəm əlim yanar, dillə desəm dilim yanar, aldı sazla görək nə dedi.
Bu ifadənin metaforik açılışı məncə belədir. O sözü nə əllə ifadə eləmək olur, nə dillə ifadə eləmək olur. Bəs aşıq çıxış yolu nədə tapır? Sazda tapır. Saz məhz əllə, dillə, yəni həm sözlə, həm yazılı şəkildə olan ifadə olunan fikirləri sazın vasitəsilə, havanın, musiqinin vasitəsilə birləşdirən bir fundamental, xüsusi bir sənətdir. Bu mənada Üzeyir Hacıbəylinin naşıq sənətinə müraciət eləməsi heç də təsadüfi deyildir. Düşünürəm ki, bu simpoziumda təqdim olunan təxminən 50-dən artıq tezislər, qoyulan elmi problemlər istər Aşıq Ələsgər yaradıcılığını, istərsə də Üzeyir Hacıbəyli yaradıcılığının daha dərinləşdirilməsi və gələcək nəsillərə təqdim olunması baxımından böyük töhfədir. Diqqətinizə görə təşəkkür edirəm.